ilə bir yerdə işlənib. Ona görə də bihim burada olacaq vasitəli tamamlıq. Biz bilirik ki, ərəb dilində tamamlıqlar iki cür olur. Vasitəli və vasitəsiz tamamlıqlar. Demək, o feillərdən çox şey asılıdır. Yəstəhzi'u feili təsirsiz feildir. Çünki bu həm də bir ön qoşması ilə işlənib və təsirsiz feildir. Amma elə feillər var ki, bir ön qoşma ilə işləyir və təsirli olur. Buna misal olaraq zəhəbə feilini də göstərə bilərik. Beləliklə, Allah mübtəda, yəstəhzi'u, demək, istehza edir, xəbər, bihim, vasitəli tamamlıqdır və yəmudduhum fi tuğyanihim yəğməhun. Demək, onları hərfi tərcüməsi buraxar, fi tuğyanihim, öz zəlalətlərinin içində, yəğməhun isə şaşqın bir vəziyyətdə. Yəmudduhum, yəmudduhum, yəmuddu bir mənası da çəkmək deməkdir, çəkir, onları və yaxud buraxır mənası da var. Yəmudduhum, yəmuddu feil, hum isə onun nəyidir? Vasitəsiz tamamlığıdır. Yəmuddu feil isə məddə feilindən